Həyatın hadisələri çox şey bizə başa salır. Bir nəfər danışırdı ki, deyir, yolda gedirdi, ağır yol qəzası baş vermişdi, deyir. Gördü ki, meyitlər uzanıb, bir qadın da deyir, özünü döyür, ağlayır. Deyir, güclə onu sakitləşdirməyə çalışdıq, nə olub? Deyir də, görünür də nə olub? Belə, mən deyir, ölümcül xəstə idim. Mənə dedilər, xəstəxanadan bunu çıxardın, aparın. Bunlar gəlmişdi mənə evə aparmağa, mən öləcəkdim. İndi yəqin yolda deyirlər, yazıq, ömrünə nə qədər qalıb məsələn. Deyir, indi hamısı ölüb, mən oturub qalmışam, baxıram onlara. Bir nəfər İmam Rızanın zamanında eşitmişsiniz bunu, gəldi, deyir, qardaşı can verirdi, bu da ağlayırdı. İmam da gəlib xəstənin ziyarətinə, bu ağlayır qardaşın başı üstündə, İmam da dodaq altında bir təbəssüm elədi, güldü. Gülmək deyəndə təbəssüm hiss elədilər. O adam özü görmədi, yanındakılar imamla gələnlər oradan ayrılandan sonra dedi ki, ağa, burax gülmək yeri deyildi, xəstə can verir qardaşa, ağlayır, niyə gülürsən? Dedi ki, o xəstə ki görürsünüz can verir, o sağalacaq, bu ağlayan ondan qabaq öləcək. Ona təbəssüm elədim ki, bu bilmir ki, bu ağlayır, amma o düzələcək, bu dünyasını dəyişəcək. Hamısı Allahın qüdrətinin nişanələridir, qüdrətinin əlamətləridir. Yıxılmamış özü yıx yerə, səcdənin mənasıdır. Allah buraxır, gücü verir. Bəzisi güc gəldikcə deyir, ilahi, mən acizəm, bunu verən sənsən. Bəziləri də yavaş-yavaş qopur Allahdan, deyir, mən, Firon bax belə idi. Getdi, bir saracan çatdı. Dedi, ənə rabbukumul əla, mən Allaham artıq. İnanın, bu yolun axırı budur. Elə bilməyin, o bir dənə cəhənnəmdən gələn adam idi. Hamımız üçün o yol var. Gündə bəlkə neçə dəfə biz Allahlıq iddiasında oluruq, xəbərimiz yoxdur. Tövbə dedilər da göründü. Görünənə qədər başa düşərdi. Mənəm deyən vaxt başa düşsəydin, sən də olacaqdın salih qullarımdan biri. Artıq gecdir.